Salam əziz izləyicilər. Bugünkü videoda sizinlə çox maraqlı bir anı paylaşmaq istəyirəm. Bizim balaca Kənan bir şaftalını götürüb onu yerə çırpır. Dəfələrlə. Suyu dağılır, parçalanır. Amma mən onu dayandırmadım. Bəlkə də sual verəcəksiniz. Niyə acıqlanmadın? Niyə qoydun dağıtsın? Mən sizə bir şey demək istəyirəm. Uşaq hərəkət etdikcə, təcrübə etdikcə, sınadıqca öyrənir. Bu sadə çırpma hərəkəti Kənanın təbiəti tanıma, səbəb-nəticə əlaqəsini qurma, hissləri ifadə etmə formasıdır. Bəzən biz böyük insanlar hər şeyi təmizliklə, qayda ilə ölçürük. Amma uşaqlar üçün bu bir təcrübədir, inkişafdır. Tanınmış uşaq psixoloqu Maria Montessori deyirdi. Uşaq azadlıq içində inkişaf edir. Ona sadəcə müşahidəçi olmaq kifayətdir. Mən də Kənanı müşahidə etdim. Çünki hər çırpma onun daxili enerjisini ifadə etməsi idi. Nəhayət özü dayandı. Çünki artıq öyrəndi. Şaftalının suyu var. Onu çox çırpsan dağılır və bu nəticəni o özü kəşf etdi. Əziz valideynlər, siz olsaydınız nə edərdiniz? Dayandırardınızmı? Acıqlanardınızmı? Mən inanıram ki, uşağa sərhəd qoymaqla yanaşı, ona azad öyrənmək üçün də yer vermək lazımdır. O zaman o həm güvənəcək, həm də təcrübədən nəticə çıxarmaq öyrənəcək. Bu cür anları sevək. Çünki uşaqlar böyüyür, amma bu anlar bir daha qayıtmır.